Aleyhisselamın bir kelamı var. Hazret buyurur ki, bir nafileden ki sana zarar diyecek, ziyan diyecek. Yani ne? Navafil ne edirlər? Müstəhəbb namazlar, müstəhəbb oruclar, müstəhəbb elədiyin bütün işlər. Məsəl üçün gedirsən, bir yetimin əlindən tutursan, amma Allah sənə deyir ki, gətir mənim xümsümü ver. Deyirsən, vermirəm, mən yetimləri yedizləyirəm. Vay sənin halıva. Quran deyir. Amma sən yozursan, özündən bir yeni kəşf çıxartmışsan ki, bəli, yetimə əl tutmaq, kasıba əl tutmaq filan yaxşıdır. Amma daha Qurana baxmırsan ki, hansı dərəcədə əməl olunmalıdır. Allah deyir, xümsü ver, zəkatı ver, vacibatı ver, deyirsən, vermirəm, yetimləri yedizləyirəm. Get yedizdir nə qədər istəyirsən. Bunu biz dəfələrlə demişik. Yəni, yozum nədir? Yozum özünün təfəkkürü nəticəsində bir təfsir çıxarır ortaya və yaxud da ki, məsəl üçün deyir ki, mən istədiyim kimi, istədiyim vaxtı orucu tuta bilərəm, istədiyim vaxtı orucu aça bilərəm. Səfərdiyəm, heç bir çətinlik yoxdur, orucu tuta bilirəm. Nə çətinliyi var? Peyğəmbər əleyhissalam buyurubdur, Quranda buyurubdur. Əgər çətinliyin yoxdursa, orucu tuta bilərsən, tuturam. Yəni, özündən bir din kəşf eləmək. Amma əleyhissalam nə buyurur? Buyurur ki, əgər bir nafilə əməllər, əgər sənə zərər verirsə, səni dinindən uzaqlaşdırırsa, tərk eləyin onu. Qaçın o nafilələrdən, müstəhəbbilərdən. Məsəl üçün gəlirlər, tutalım ki, cümə günüdür. Görsən, cəmaat namazı qılınır. Cəmaat namazı qılınan sonra Quran oxunur və ilaxirə. Moizə olur. Dəfələrlə deyilmişdi ki, oxunan Quran canlı və danışılan moizədən çalışın, söhbət eləməyin və namaz qılmayın, işgallıdır. Dəfələrlə deyilib ya deyilməyib. Amma kimdə onlara əməl eləyən və nə qədər əməl eləyirik? Bax, görsən, yəni din bizim özümüzün düşündüyümüz kimi əməlimizdə göstərilir. Din gəlməyibdir ki, hər özü bildiyi kimi oruç tutsun, namaz qılsın, istədiyini eləsin. Bu axırıncı ola bilsin ki, bir hədis olar. Peyğəmbər əleyhissalam buyurur, bilmək istəyirsən ki, Allah səni sevir, yoxsa sevmir. Bu hədisi özündə şüar elə. Bütün möminlər şüar eləsinlər. Bu sözlər mənim sözlərim deyil. Amma mən bunları deməklə Allah da şahiddir ki, hüccəti tamam eləyirəm. Onsuz da mənim 70 yaşım var ki, bir ayağım qəbirdədir. İstəyirsiniz ki, biləsiniz ki, Allah sizi sevir, ya sevmir. Bu hədis dəlildir. Buyurur Həzrət Peyğəmbər əleyhissalam. İstəyirsiniz ki, Allah sizi bir əbd kimi sevsin, sizi məhbub eləsin özünə. Əgər sizi sevirsə, bilin ki, sizi fiqhi məsələlərdə özü Peyğəmbər və müştəhiddə sizi tabi eləyibdir. Başqa yolu yoxdur. Allah, onun Peyğəmbəri və bugünkü gündə müştəhidlərə təqlid eləmək dinin zərurəti və vacibatıdır. Hər kəs buna əməl edirsə, Allah onu sevir. Bunu Peyğəmbər əleyhissalam buyurur. Yoxsa mən Qur'anı başa düşürəm, bildiyim kimi hərəkət edəcəyəm. Filan ilahiyyətçi, filan yerdən göndərilən şəxs, əmir, filan, bunlarla Allah səni sevməyib. Bilgilən ki, sən Allahın sevgisindən uzaqsın. Allahın sevgisi yer üzərində hüccəti tanımaqdır. Allahın sevgisi yer üzərində hüccətə tabi olmaqdır. İmam gələcək bu günlərim deyəcək ki, get filan şeyliyə. Deyərsən, yox. Çünki sən imamı tanımamısan. İmamı tanımaq, imam hər nə desə qəbulumdur. Ölsəm də, qalsam da.